Demek bu əvvəl paylaşdığım şəkil Sumqayıtın ən qədim marketlərindən birisi olan Fəxri Marketdən çəkmişəm. Fəxri Marketin düz qapısı üzərinə yapışdırılıb. Özəlliklə düz qapısının önünə yapışdırılıb və girib çıxan hər kəs onu görür orada. Məsələ nədir? Məsələ budur ki, biznes obyektləri, yəni ticari obyektlər hər vəcnən bəli, təbii ki, öz qazanclarını artırmaq istəyirlər fərqli yollarla. Bu da Fəxri Market düşünüb ki, təbii ki, ora onun yapışdırılması müqabilində Fəxri Market nəsə ondan tələb edir. Ümumiyyətlə, yəni bizneslərin öz qazanclarını artırması normal bir şeydir, amma bunu yəni adam kimi əxlaqi dəyərlər çərçivəsində halallıq qaydalarına uyğun edilməsi heç bir problem yoxdur. Amma biz təəssüf olsun ki, baxırıq ki, bu Azərloteriyanın qumar fəaliyyətləri Azərbaycanın bütün hər yerini əhatə edib də. Yəni sən Fəxri Marketsən, onsuz da qazanırsan, kifayət qədər müştəri bazan var. Yəni sənin onu ora yapışdırmağınla sən nə əldə edəcəksən ki? Amma sən Azərloteriyanın o qumar reklamını öz biznesinin qapısının önünə yapışdırmaqla sən əslində bütün biznesini mən deyərdim ki, haram edirsən. Yəni bu haramlar elə bir şeylərdir ki, bunları çox cüzi miqdarda olsa belə fəaliyyətə qarışması o bütün fəaliyyəti haram edir. Yəni dəyərmi yəni? Sən zaten qazanırsan. Yəni o sənin o reklamdan qazandığın neçə yüzdə, neçə faizdir yəni. Ona görə normal işivi sən niyə elə o hala salırsan da yəni? Həqiqətən insanlarda belə baxanda bəzən ağlın olmadığını görürsən, Allah ona normal halal ruzi qazanmaq fürsəti verir. Amma o özü çox cüzi bir qazanc müqabilində işinə haram qatır. Həqiqətən Allah bu insanlara ağıl versin. Yenə deyirəm, Fəxri Marketdir. İstənilən insanlar buranı boykot edə bilər, gəlməyə bilər. Zaten biz marketlərdə şərab, alkoqol içkilərin satılmasını artıq normal qəbul eləmişik. Vəziyyət başqa yerə doğru gedir artıq.